Salam xanımlar, hər vaxtınız xeyir olsun. Mənim sürətli çatdırılmam. Sevirəm də yəni bu onlayn çatdırılmanı. Gecə düz saat 12-yə qalmış idi. Sifarişi vurduq onlayn şəkildə və hal-hazırda qapıma kimi gətiriblər. Və burada demək istəyirəm ki, görürsünüz ki, yeni məhsullar var. Bunları görəndə o qədər sevinirəm ki, sizinlə bölüşmək istədim. IQ Box bizdə məhsul bala vurulmuşdur. Yəni bilirsiniz ki, yaddaşlar məhsuludur. Amma bu məhsullar nədir? Klub 200 hədiyyələridir xanımlar. Mütləq hər biriniz yeni xanım olasınız, köynədən qeydiyyatınız olsun. Mütləq hər zaman özünüzə Klub 200 kodu açdırın xanımlar. Bu hədiyyələrdən mütləq özünüzə götürün və özünüz məhsullardan zövq alın, istifadə edin. Bu ki hədiyyələr sizə şirkət verir də. Yəni heç bir şirkət bu qədər hədiyyələr vermir, bu qədər keyfiyyətli hədiyyələr vermir xanımlar. Mütləq dəyərləndirin bunu. Bilirsiniz ki, Klub 200-də hər ay məbləğ artır. Yəni 70 manatdan başlayır 6-cı aya kimi və 6-cı ayda 200 manatlıq, 20 manat ödəyərək götürürük. Və burada yeni məhsulları görürsünüz. Çaylardır. Yeni gələn çaylardır. Nömrə 11 çay. 2 ədəd nömrə 10 çay almışam, böyrək çayı. Bilirsiniz ki, xanımlar, bitki çaylardan heç bir ziyan yoxdur. Gün ərzində siz bunları rahat şəkildə istifadə edə bilərsiniz. Sadəcə böyrək çayın maçiqonlu çay olduğuna görə biz bunu çalışmalıyıq gündüz vaxtında içək. Yəni axşama saxlamayaq. Çünki bilirsiniz ki, də axşamlar bizi biraz narahat edə bilər də. Yəni təmizləyici çay gedir bu. Yəni bitki çayları çalışın ki, market çaylarına olduqca əvəz edin. Mən şəxsən market çayları istifadə etmirəm. Burca mənə o çox tamsız gəlir. Yəni nə bilim, sevmirəm artıq o çayları. Heç əvvəldə o qədər də ürəyimcə deyildi. Və bizdə burada piyon çiçəkli, ətirli bizim dəstimizdir. Bu gel sufle duş üçün və kremdir, muz bədən üçün. Mütləq bunları yoxlayacağım və ayrı sizinlə bölüşəcəm bunlarla və özüm üçün götürmüşəm. Bilirsiniz ki, orucluq ayıdır indi və məddəmizin işləməsi, məddəmizin daha qeydindən çox qalmalıyıq. Çünki naqruzka ola bilər, məddəmiz susuz qala bilər. Mütləq yumşaldıcı və qoruyucu bir məhsullardan istifadə etməliyik və beta-karotin çay tikəni yağında bunun üçün mükəmməl bir məhsuldur. Kimdə məddəsində problem varsa mütləq bunu istifadə etsin. Və əvəz olunmaz çayım, daim istifadə elədiyim nömrə 6 çay, qaraciyər müdafiəsi. Bu çayı hər kəsə tövsiyə edirəm. Yəni xanımlar, yenə qayıdıram ki, bitki çaylara üstünlük verin. Həqiqətən zamanla özünüz bunu orqanizmdə faydasını görəcəksiniz. Bu qədər.